4-cü fəsil. İvan Dimitricin sol tərəfindəki qonşusu qabaqda dediyim kimi Cuhud Mayseko idi. Sağ tərəfində isə piy bağlamış, yumru, küt və büsbütün ləkəsiz çöhrəli bir mujik idi. Bu düşünmək və hiss etmək qabiliyyətini çoxdan itirmiş, hərəkətsiz, qarunqulu, murdar bir heyvan idi. O həmişə ətrafa tünd boğucu bir qoxu yayırdı. Onun yan yörəsini sil-süpüd edən Nikita yumruqlarına rəhmi gəlmədən var gücü ilə onu döyürdü. Burada dəhşətli şey onun döyülməsi deyil. Buna adət etmək olar. Dəhşətli odur ki, bu kütləşmiş, duyğusunu itirmiş heyvan nə döyülməsinə bir səslə, nə də hərəkətlə, nə də gözlərinin ifadəsi ilə cavab verirdi. Yalnız ağır çəllək kimi yavaşca yırğalanırdı. 6 nömrəli palatanın 5-ci və sonuncu sakini vaxtilə poçtda çeşidçi olan Xoş, lakin biraz hiləgər sifətli, alçaq boylu, sarışın bir meşşan idi. Aydın və xoş, şən baxışlı, ağıllı və sakit gözlərindən ağlı başında olduğu və çox mühüm, xoş bir sir gizlətdiyi anlaşıldı. Yatağının və döşəyinin altında heç kəsə göstərmədiyi bir şey var idi. Lakin bu şey heç kəsə göstərməməsi əlindən alarlar və ya uğurlayarlar deyə qorxmasına görə deyildi. Bəlkə də utandığındandı. Bəzən görürsən, pəncərəyə yaxınlaşıb arxasını yoldaşlarına çevirir, döşünə nəysə taxır və sonra başını əyərək baxırdı. Bu əsnada ona yanaşsaydın, pərt olar və döşündəki şeyi dartıb gizlədərdi. Lakin onun sirrini tapmaq çətin deyildi. O tez-tez İvan Dimitricə deyirdi. Məni təbrik edin, 2-ci dərəcə ulduza Stanislav nişanı ilə təltif etmək istəyirlər. 2-ci dərəcə Stanislav nişanı yalnız xaricilərə verirlər. Lakin məndən ötürü nədənsə istisna etmək istədilər. Gülümsəyir və çiyinlərini heyrətlə dartırdı. Sözün düzü, mən heç bunu gözləməzdim. İvan Dimitriç qəmli-qəmli dedi. Mən bundan heç nə anlamıram. Keçmiş çeşidçi gözlərini hiləgərcəsinə qıyaraq. Lakin xəbəriniz varmı? Mən gec-tez nəyə nail olmaq istəyirəm, deyə sözünə davam etdi. Mütləq İsveç qütb ulduzu əldə edəcəm. Bu nişanı almaq üçün əlləşməyə dəyər. Ağ xaç və qara lent gözəl şeydir. Yəqin ki, heç bir yerdə həyat filigenindəki kimi yeksənək deyildi. Səhər xəstələr, iflic və yorğun mujikdən başqa dəhlizə iri çəlləkdə əl-üzlərini yuyub və xalatlarının ətəyi ilə qurulanırdılar. Sonra Nikitanın baş korpusdan gətirdiyi çayı qalab krujkalarda içirdilər. Hər xəstəyə bir krujka çay düşürdü. Günorta turş qələmdən bişirilmiş borş və daşma ilə nahar edir. Axşamsa nahardan qalmış daşmanı yeyirdilər. Boş vaxtlarda yatır, pəncərədən baxır və o otağı küncdən bu küncə gəzirdilər. Bu rejim hər gün təkrar olunurdu. Hətta keçmiş çeşidçi də həmin eyni nişanlardan söhbət salırdı. 6 nömrəli palatada təzə adamlara çox gec rast gəlmək olurdu. Başına təzəcə hava gələn adamları həkim çoxdan bəri qəbul etmirdi. Dəlxanaları ziyarət edən həvəskarlarsa burada çox deyil. Dəllək Semyon Lazariç təxminən hər 2 ayda bir filigenə gəlirdi. Onun dəlillərin başını necə qırxmasından və Nikitanın bu işdə ona necə kömək etməsindən, habelə gülümsəyin kefli dəllək gələn kimi xəstələr arasında necə şuluqluq düşməsindən burada danışmayacağam. Filigerə dəlləkdən başqa heç kəs gələ bilməzdi. Xəstələr hər gün yalnız Nikitanı görməyə məhkum idilər. Lakin bu yaxınlarda xəstəxana korpusuna qəribə bir şayə yayıldı. Şayə buraxırdılar ki, güya 6 nömrəli palatanı həkim ziyarət etməyə başlamışdır. 4-cü fəslin sonu. 5-ci fəsil. Qəribə bir şayə. Həkim Andrey Yemeviç Ragin özünə görə qəribə bir adamdır. Deyirdilər ki, o gəncliyində çox dindar imiş və özünü ruhani vəzifəsinə hazırlayırdı. O gəncliyində 1860-cı ildə gimnaziyanı bitirdikdən sonra ruhani akademiyaya girmək fikrinə düşür.
Lakin təbabət doktoru və cərrah olan atası onu özünə oğul hesab etməyəcəyini bildirir. Bu əhvalatın nə qədər doğru olub olmadığını bilmirəm. Ancaq Andrey Yemeviç təbabət elminə və ümumiyyətlə xüsusi elmlərə rəğbət bəsləmədiyini dəfələrlə özü etiraf etmişdi. Hər halda o, tibb fakültəsini bitirdikdən sonra keşişliyə getmədi. Bu dindarlıq əlamətləri göstərmirdi və həkimliyə təzə başlayan zamanlarda da indiki kimi ruhaniyə çox az oxşayırdı. Onun mujiklərə məxsus ağır və qaba görkəmi var idi. Sifətindən, saqqalından, yataq saçlarından, yöndəmsiz möhkəm gövdəsindən böyük yol ağzında olan, kökə həyasız və kobud meydançaya oxşayırdı. Üzü sərt, göy damarlarla örtülü, gözləri xırda, burnu qırmızı idi. Boyu uca, kürəyi enli, qolları və qıçları natarazı idi. Zorba yumruğu ilə bir dəfə vursaydı adamın canını çıxardı. Amma yerişi sakit və ehtiyatlı idi. Dar dəhlizdə adama rast gəldikdə həmişə yol vermək üçün kənara çəkilir və gözlədiyin kimi yoğun səslə deyil, yumşaq tenor səsi ilə bağışlayın deyirdi. Boynunda balaca bir şiş vardı. Bu şiş nişasta yaxalıq taxmasına mane olurdu. Ona görə həmişə yumşaq ketandan və ya çitdən köynək geyərdi. Ümumiyyətlə o həkim kimi geyinməzdi. Bir paltarı azından 10 il geyərdi. Cuhud dükkanından aldığı təzə paltarı da əynində daim köhnə, geyilmiş və əzik görünürdü. Eyni sürtükdə həm xəstələri qəbul edirdi, həm nahar eləyirdi, həm qonaq gedirdi, lakin bütün bunlar xəstəlikdən deyil. Öz başına əsla fikir vermədiyindən irəli gəlirdi. Andrey Yefimiç vəzifəsinə qəbul etmək üçün şəhərə gəldikdə xeyirxah idarə müthiş bir halda idi. Palatalarda, dəhlizlərdə, xəstəxana heyətində üfunətdən nəfəs almaq mümkün deyildi. Xəstəxana mujikləri xəstələrə baxanla və onların uşaqları xəstələrlə bərabər palatalarda yatırdılar. Tarakan, taxtabiti və siçan əlindən dad çəkirdilər. Cərrahiyyə şöbəsindən qızıl yel xəstəliyi əksik olmurdu. Bütün xəstəxanada 2 dənə cərrah bıçağı vardı, termometr isə kökündən yox idi. Vannalara kartof tökmüşdülər, nəzarətçi, çamaşırçı və felçer xəstələri soyurdular. Andrey Yefimiçdən qabaqki həkim barəsində danışırdılar ki, güya xəstəxana spirdini əl altından satırmış və xəstəyə baxanlardan, xəstə qadınlardan özünə tam bir hərəmxana düzəldibmiş. Şəhərdə bu biabırçılıqları yaxşı bilirdilər və hətta mübaliğə ilə də danışırdılar. Lakin bu cəmaatı heç də narahat etmirdi. Bir para adamlar bu biabırçılıqları safa çıxarırdılar. Güya xəstəxanaya yalnız meşşanlar və mujiklər gedirdi ki, onlar da narazı ola bilməzlər. Çünki xəstəxanada onlar üçün öz evlərindəkindən yaxşı keçir. Daha onlara kəklik yedirtməyəcəklər ki, bəziləri də xəstəxana sahiblərinə haqq verməyə çalışaraq deyərdilər ki, zemstvonun yardımı olmadan yaxşı xəstəxana saxlamaq çətindir. Allaha şükür ki, heç olmasa xarab xəstəxana var. Cavan Zemstvo isə nə şəhərlər, nə də şəhər ətrafında xəstəxana tikmək istəmirdi. Şəhərin artıq öz xəstəxanası var deyirdi. Andrey Yefimiç xəstəxana gözdən keçirərək bu qərara gəldi ki, bu əxlaqsız bir idarədir və əhalinin sağlamlığının işinə son dərəcə zərərdir. Cavan Zemstvo isə nə şəhərlər, nə şəhər ətrafında xəstəxana tikmək istəmirdi. Onun zənnincə xəstələri bayıra atıb, xəstəxananı bağlamaq ən ağıllı iş idi. Lakin sonra Andrey Yemeviç düşündü ki, təkcə onun iradəsi kifayət deyil. Bundan fayda çıxmaz. Fiziki və əqli murdarlıqları bir yerdən qovduqda onlar başqa yerə köçür. Murdarlığın öz-özünə yox olub getməsini gözləmək lazımdır. Bir də əgər adamlar özlərinə xəstəxana açmışlarsa və buna dözərsə, demək bu onlara lazımdır.
Məfhumat və bütün bu məişət pozğunluqları, murdarlıqları çevrildiyi kimi başqa bir şeyə də çevrilirlər. Dünyada heç bir şey tapılmaz olmadığı kimi, onun ilk mənbəyində də mümkün deyil ki, murdarlıq olmasın. Andrey Yefimiç vəzifəsinə qəbul etdikdən sonra bu biabırçılıqlara laqeyd baxdı. Yalnız xəstəxana müşriklərindən və xəstəxana baxıcılarından xahiş etdi ki, palatalarda yatmasınlar və xəstəxanaya tibb alətləri ilə dolu 2 şkaf qoydu. Nəzarətçi, çamaşırçı, felçer və qızıl yel xəstəliyi tutmuş xəstələr isə öz yerlərində qaldılar. Andrey Yefimiç ağıl və namusu son dərəcə sevirdi. Lakin öz ətrafında ağıllı və namuslu bir həyat qurmağa kirdarı yox idi və öz hüququna inanmırdı. Əmr etməyi, qadağan etməyi və israf etməyi qətiyyən bacarmırdı. Adama elə gəlirdi ki, o səsini heç vaxt ucatmamağa və feilin əmr formasını işlətməməyə söz vermişdir. Ver ya gətir sözlərini deməyə üzü gəlmirdi. Yemək istəyəndə qətiyyətsizliklə öskürərək aşpaz qadına deyərdi. Deyəsən, açmışam və ya çay olsaydı içərdim. Nəzarətçiyə oğurluqdan əl cəməsini göstərməyi və ya onun qulluqdan çıxartmağı, ya da bu lazımsız tüfeyli vəzifəsini büsbütün ləğv etməyi heç cür bacarmırdı. Andrey Yefimiçi aldatdıqda, ya ona yaltaqlıq etdikdə, yaxud da açıq-aşkar saxta bir pul sənədini ona imzalatmağa verdikdə pul kimi qızarır. Özünü təqsirli bir adam kimi hiss edirdi. Amma bununla belə yenə də sənədi imzalayırdı. Xəstələr aclıqdan və ya kobud xəstə baxıcılarından ona şikayət etdikdə o utanır və təqsirli bir adam kimi mızıldayırdı. Yaxşı, yaxşı, bu işə baxaram. Yəqin burada bir anlaşılmazlıq var. Andrey Yefimiç ilk zamanlar çox səylə işləyirdi. Hər gün səhərdən nahar vaxtına dək xəstələri qəbul edir, operasiya edir və hətta mamalıq təcrübəsi ilə də məşğul olurdu. Qadınlar onun barəsində danışırdılar ki, güya çox diqqətlidir və xəstəlikləri, xüsusən uşaq və qadın xəstəliklərini çox gözəl bilir. Lakin zaman keçdikcə iş öz yeksənəkliyini və açıq-aydın görünən faydasızlığını onu darıxdırmağa başladı. Bu gün 30 xəstə qəbul etdiyi halda, sabah görürsən 35 nəfər oldu. Birisi gün bunların sayı 40-a çatdı. Beləliklə gündən günə, ildən ilə xəstələrin sayı şiddətlə artır. Ölüm hadisələri də şəhərdə heç azalmırdı. Xəstəxanaya gələn 40 xəstəyə səhərdən nahara da ciddi yardım göstərmək imkan yoxdur. Demək, gündə 40 xəstəni aldatmalı olur. Hesabat ilə ərzində xəstəxanaya gələn 1200 xəstə qəbul etmişdi. Demək, sadəcə olaraq 1200 adamı aldadılmışdır. Ciddi xəstələr də palatalara qoymaq və onlarla elmi qaydada məşğul olmaq mümkün deyil. Çünki qayda varsa da elm yoxdur. Fəlsəfəni buraxıb başqa həkimlər kimi qaydalara xırdaçılıqla riayət etdikdə isə bundan ötürü çilik deyil. Hər şeydən əvvəl təmizlik, ventilyasiya, iylənmiş turş kələmdən bişirilən borş deyil, keyfiyyətli xörək lazımdır və oğrular deyil, yaxşı köməkçilər lazımdır. Bir də ölüm hər kəsin normal və qanuni aqibətirdirsə, adamların ölümünə mane olmağın nə mənası? Bir alverçinin və ya məmurun 5-10 il artıq yaşamasından nə çıxar? Təbabət elminin məqsədini dərmanların insan əzablarını azaltmasında gördükdə isə ortaya belə bir sual çıxır. Bu əzabı nə üçün azaltmalı? Əvvələn deyirdilər ki, əzab insanı kamala çatdırır. İkincisi, bəşəriyyət doğrudan da öz izrablarını cürbəcür həb və damcı dərmanları ilə yüngülləşdirməyi öyrənsə, dini və fəlsəfə bilmərrə atmış olar. Halbuki insanlar bu vaxta qədər din və fəlsəfə vasitəsilə nəinki özlərini hər cür fəlakətdən qorumuş, hətta onlarda özlərinə xoşbəxtlik də tapmışlar. Puşkin ölərkən müthiş əzablar çəkmişdir. Zavallı heyrət bir neçə il iflic olub yorğan döşəyə düşmüşdür. Nə üçün həyatları mənasız keçən və izdirab olmasaydı, amyop kimi büsbütün boş ömür sürən Andrey Yefimiç və ya
Martyona Savisha kimi xəstələnməsin. Andrey bu cür mühakimələrə qərq olaraq ruhdan düşdü və xəstəxanaya gəlməyə başladı. 6-cı fəslin sonu.